Değerli izleyiciler, bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Ukrayna prezidenti Volodymyr Zelenski bir açıqlama edib və Ukrayna ordusunun Rusiyanın 1100 kilometr dərinliyinə girdiyini qeyd edir. Belə ki, Ukrayna prezidenti Volodymyr Zelenski ölkəsinin xüsusi təyinatlı və kəşfiyyat strukturlarının birgə iştirakı ilə Rusiya Federasiyasının daxili ərazilərində yerləşən strateji, hərbi və sənaye obyektlərinə qarşı tarixin ən qorxulu və uzaq mənzilli zərbələrinin endirildiyini rəsmən bəyan edib. Globalnet.com xəbər verir ki, Ukrayna lideri öz rəsmi Telegram kanalında yaydığı bəyanatda Ukrayna Təhlükəsizlik Xidməti, pilotsuz sistemlər qüvvələri, xüsusi əməliyyat qüvvələri, baş kəşfiyyat idarəsi və dövlət sərhəd xidmətinin iştirakı ilə keçirilən iri miqyaslı gecə əməliyyatlarının şok detallarını açıqlayıb. Zelenskinin sözlərinə görə endirilən dəqiq zərbələr nəticəsində Ukrayna sərhəddindən düz 110 kilometr məsafədə yerləşən Rusiyanın hərbi sənayesini bəsləyən ən böyük strateji mərkəzlərdən biri Sankt-Peterburg neft terminalı daxildən partladılaraq ağır dərəcədə zədələnib. Bununla yanaşı Ukrayna ordusu Rusiya hərbi dəniz qüvvələrinin əsas mərkəzlərindən sayılan Kronstadt hərbi bazasındakı xalis hərbi hədəfləri tamamilə sıradan çıxarıb. Ukrayna dronlarının digər strateji hədəfi isə cəbhə xəttindən təxminən 600 kilometr uzaqlıqda Rusiya ordusu üçün ağır silah və sursat istehsal eləyən Tambov vilayətindəki nəhəng hərbi sənaye müəssisəsi olub. Məhv edilən hər bir hədəfə və göstərdikləri yüksək dəqiqliyə görə hərbçilərimizə sonsuz minnətdaram deyə Ukrayna prezidenti Volodymyr Zelenski qeyd edib.